Biləcərdən o yana keçə bilmirlər, amma özlərini biabr edirlər. Xarici tamaşaçı bunları söyüb mən qoruyur. Yəni gör hansı acınacaqlı vəziyyətə gəlir. Əslində pis məqamdır. Mən bir müğənnimiz də sizdə də qonaq olub, məhkəmə prosesi gedir, hər dəfə özün reklam eləyir, adını çəkməyəcəm. Reklam el. Mən nazın öz Instagramda 2 kəlmə sözdən biabr eləyə bilərəm də, yəni. Amma eləmirəm, niyə? O da mənim vətənimin qızıdır. Dövlət statusunu daşıyır. Mən özümü ar bilirəm onun haqqında danışmağa ki, cəmaət deməsinlər ki, bunlar öz dövlətlərində bir-birini yeyirlər. Təbii ki. Bax, ona görə. Yəni siz ikiniz bir-birinizi belə fikrimizdən əlaqə qura bilərsiniz. Telefonla zəng edib danışır bir-birinizə. Yəni onu efirə daşımaq istəmirsiniz. Vaxtında da görüşmüşük, eləmişik orada, əlaqə adam deyib yoxdur. Elə orada baş verəni danışdım, biabr olar. Amma lazım deyil, yaşımız var, başımız var. Bizim 18 yaşımız yoxdur. Bu sənətdə külü vurduğumuz zaman var. Öndə gedən, məsəl üçün, yaxşı işi imza atan, görürsən, hə, onu tərifləməlisən, halaldır.